Salam əziz dostlar. Bugün Binəqədi şəhidi Əliyev Elman Arifoğlu'nun evindəyik. Təbii ki, bir neçə vaxt keçdi üstündən biz gəlmişdik, Ömər bəylə də gəlmişdik və istədik yenə də gələk. İndi Elvin qardaşımla gəlmişik. Təbii ki, Elvin qardaşım da Düşəli Şeir layihəsinin kameramanıdır. O da olan tədbirləri çəkib işıqlandırır. Həm öz səhifəsində təşəkkür edirəm. Və silsiləvi olaraq biz şəhid evlərinə gedirik. Bu da Düşəli Şeir layihəsinin bir tərkibindədir. Təbii ki, evləri də ziyarət edirik və ikinci ziyarətimizdir biz layihə başlayandan ta bu dövrə qədər. Və istərdim ki, Səndər ana da həm bizim layihəmiz haqqında, həm oğlu Elman haqqında öz ürək sözlərini bizimlə paylaşsın. Biz də inşallah ki, bu sizin çıxışınızı həm qrupumuzda, həm digər sosial platformalar üzərindən paylaşarıq və şəhidimizi daha çox insanlar, yəni gənclərimiz tanıyar. Buyurun. Mən də sizə xoş gəlmisiniz deyirəm. Çox sağ olun, Allah razı olsun. Şəhidlərin ruhu olsun, siz kimi oğullara Allah köməyiniz olsun. Yüz şəhid layihəsində də hər birində mən iştirak eləmişəm. Bütün tədbirlərin hamısında iştirak eləmişəm. Mənim ən ürəyimə yatan layihədir. Mən həmişə hər yerdə də bu sözü deyirəm. Allah sizə kömək olsun, Allah yolunuz açıq eləsin, qələminizi it eləsin, uğurlarınızı bol eləsin. Elman haqqında da nə deyim, Elman mənim yeganə oğul evladım idi. O qədər mərifətli uşaq idi ki, hələ nə deyim, danışa bilmirəm, o haqqında danışanda çox pis oluram. Hamısı, bütün arzular yarımsı qaldı mənim balamın, nə deyim. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin. Məqamlarını uca eləsin, Allah bütün onlara qiymət verən balaların hər kəsə təşəkkür edirəm. Hər birinizdən Allah razı olsun, Elvin balam, Allah sənə şəfa versin. Allah köməyin olsun, balaların xeyrin bəhərin görəsən. Allah elimizi, obamızı, vətənimizi qorusun. Ölkəmizi qorusun, bir daha müharibə olmasın, bir daha şəhid gəlməsin, heç bir qapıya, heç evə. Heç ana ağlamasın, heç ana Allah itirməsin. Allahdan səbir diləyirəm. Allah sizə səbir versin. Təbii ki, mən bir şey qeyd etmək istərdim ki, sən tək Elmanın anası yox, həm də mənim, Elvin bəyin bütün vətənpərvər, yəni şəhid sevərlərin anasısan, eynən də şəhid onları. O layihəyə də gələndə zaten biz bu layihənin də məqsədi ondan ibarətdir ki, biz gənclərə şəhidlərimizi tanıdaq. Çünki bizdən sonra gələn gənc nəsil də tanısın Elmanı və digər Elmanın bərabər digər şəhidlərimizi tanısınlar ki, onlar da vətənpərvər ruhda böyüsünlər. Sabah bu missiyanı mən yerinə yetirdimsə, biri gün başqaları yerinə yetirsin və əsas odur ki, bir missiya olaraq biz bunu cəmiyyətimizə aşılayaq. Təbii ki, biz 5 aprel tarixində də Düşəli Şeir layihəsinin 18-ci tədbirini keçirəcəyik. Və bu görüşümüz tam təbii alındı və heç planda da yox idi. Və inşallah ki, biz növbəti şəhidlərimizin də, yəni o evlərində olacaq, növbəti dəfə görüşlərimiz olacaq və biz hazırıq Elvin qardaşımızı təşkilandırmağa təbii ki. Biz də çalışırıq ki, qorusun. Bax, bu cür gələk ola bilər, olduğumuz yer kiçik ola bilər, amma bu bizim üçün bir saraydır. Yəni, fərq eləməz harda, necə, əsas odur ki, şəhidimizin adını alıb gəlmişik, şəhidimizin xatirəsini yaşadırıq. Burada böyüyüb, mənim uşağım burada böyüyüb. Və burada böyüyüb qəhrəmanımız və mən bu uşağımdan sonra nə təmtəraq istəmirəm, nə cancalaq istəməmişəm, heç nə istəməmişəm. Dövlətdən də kitab qələm almışam, Tanrının şəhid qonağı və bu Tanrının şəhid qonağı da elə belə seçilməyib təbii ki. Bu da Allahın verdiyi bir söz idi ki, mənim ağlıma ötürdü və mən bu kitabı ərsə gətirmişəm. Təbii ki, burada bu kitabda həm Səndər ananın, həm şəhidimizin bacısının, qohumlarının dilindən olan Elman haqqında olan düşüncələri, xatirələri yer alıbdır bu kitabda. Düzdür, bu kitab indi hal-hazırda məhdud sayılır təbii ki. İndi inşallah irəliyən zamanlarda biz çalışacağıq ki, bu kitabı çıxardıq. Yəni hər yerdə, hətta məktəb uşaqları da məndən bu kitabı istəyirlər. Çalışacağım ki, o məktəbə də göndərim inşallah. Və sonda Elvin bəyə təşəkkür edirik ki, işini gücünü atıb gəlib bizi işıqlandırır. Təbii ki, bizim borcumuzdur, yəni şəhidlərimiz
Həmişə də yanındasınız. bir Şəhid addım ailələrinin yanında. bir addım atırıq valla. Onların etdiklərinin qarşısında biz heç nə etmirik təbii ki. Amma Elvin qardaşa təşəkkür edirəm. Gedir. Hətta qrupa da atırlar. Mən də baxıram, görürəm. Allah canı sağ eləsin. Bayram günü də mən səhv Allah şəfa etmirəmsə versin. Sumqayıtdaydılar. Şəhid Füzuligildəydilər. Və orada məni onlar dəvət etmişlər. Mən rayondaydım, yəni qoşula bilmədim. Və mən Elvinin həqiqətən də həm qrupda aktivliyini görürəm. Eynən Sənibərlə də qrupda aktivdir və digər şeylərdə aktiv təbii ki. Amma heç nəyə baxmayaraq, yəni səhhətini təhlükə risk atır, amma o gəlib şəhidlərimizi işıqlandırır. Yəqin şəhidlərin ruhu sənə duası olsun qardaşım. Amin, inşallah. Hər iki üzə duası olsun. İnşallah ki, bütün dünyamıza duası olsun. Bütün millətə duası olsun. Hələ ki bu qədər burada yekunlaşdırırıq. İnşallah ki, Allah razı olsun. axırıncı yox, axarıncı olar. Bizim indi növbəti dəfədə, yəni növbəti günlərdə də, indi önümüzə gələn günlərdə də növbəti şəhidlərimizin evində inşallah çəkib bu cür işıqlandırarıq və hər kəslə tanıyır. Təşəkkür edirəm. Sağ ol. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür ağlayıram. Balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir.